Bu video səyahət planlaşdıran hər kəs üçün faydalıdır. Səyahət planlaşdırarkən ən çox verilən suallardan biri budur. Bu ölkəyə getmək üçün viza lazımdırmı? Bu videoda sizə viza nədir, viza növləri hansılardır, hansı viza ucuzdur və hansında risk var, sadə və aydın dildə izah edəcəyik. Viza nədir? Viza bir ölkənin xarici vətəndaşa verdiyi rəsmi icazədir. Bu icazə sizə həmin ölkəyə daxil olmağa və müəyyən müddət qalmağa imkan verir. Viza pasporta vurula və ya elektron formada e-viza kimi təqdim oluna bilər. Viza növləri 1. Vizasız səyahət, visa free. Vizasız rejimdə vətəndaşlar bəzi ölkələrə əvvəlcədən viza almadan gedə bilirlər. Ən rahat və ən ucuz, yəni pulsuz variantdır. 2. Online viza, e-viza. Online viza internet üzərindən müraciət edilən vizadır. Səfirliyə getməyə ehtiyac olmur. Adətən tələb olunur. Pasportun skanı, foto, online ərizə, viza rüsumu. Orta qiymət 20-dən 100 dollara qədər. 3. Sərhəddə viza, visa on arrival. Bu viza ölkəyə daxil olarkən hava limanında və ya sərhəddə verilir. Tələb oluna bilər. Pasport, gediş-dönüş bileti, otel bronu, maliyyə vəsaiti sübutu. Orta qiymət 30 dollardan 120 dollara qədər. Vacib məlumat. Sərhəddə viza ölkəyə mütləq buraxılma demək deyil. Son qərarı sərhəd zabiti verir. Hansı viza ucuzdur? Vizasız səyahət 0 dollar. Online viza 20-dən 100 dollara qədər. Sərhəddə viza 30-dan 120 dollara qədər. Səfirlik vizası 35-dən 200 dollara qədər. Üstəgəl əlavə xərclər. Vacib məqamlar. Viza rüsumları adətən geri qaytarılmır. Qaydalar tez-tez dəyişə bilər. Qalmaq müddətini aşmaq qadağalara səbəb ola bilər. Səfərdən əvvəl rəsmi mənbələri yoxlamaq vacibdir. Yekun olaraq, pasport ilə. Bəzi ölkələrə vizasız, bəzilərinə online viza, digərlərinə isə sərhəddə viza almaq mümkündür. Ən ucuz və rahat yol vizasız səyahətdir. Ən riskli yol isə sərhəddə viza hesab olunur. Videonu bəyənməyi, paylaşmağı və kanala abunə olmağı unutmayın.